Salam, kanala xoş gəlmisiniz. Agile-da növbəti problemlərin aşkarlanması və dəyişikliklərlə işləmək barədə mövzulara toxunacağam. Mövzular dəyişikliklərin xərci, yuvarlanan dalğa planlaması, technical debt, texniki borc, yenidən tənzimləmə, refactoring əsasən kodlara aiddir. Dəfəklərin müəyyən edilməsi, dəfəklərin yaranmasında ümumi səbəblər, dəfəklərin yaranmasında xüsusi səbəblər, risk idarə etməsi, risk əsaslı backlog, gözlənilən pul dəyəri, risklərin qiymətləndirilməsi, risk burn down qrafiki. Məlumdur ki, hətta dəyişikliklər gözlənilən olsa belə maliyyətlidir. Agile layihələri fokuslanmış, büdcələri müəyyən edilmiş və dəyişən iş həcminin gözləntilərindən ibarətdir. Proqnozlaşdırılan waterfall mühitlərində əsas fokus öncədən planlama üzərindədir. Əgər dəyişiklik vacibdirsə, bu formal change control system vasitəsilə prosesləşdirilir. Bu sistem dəyişikliklərin xərclər üzərində təsirini dəqiq qiymətləndirməyə icazə verir, eləcə də qrafik və işin əhatə dairəsini. Agile mühitlərində dəyişiklik ehtiyacı nə qədər tez aşkar edilərsə, vaxt keçdikcə dəyişikliklər bir o qədər az xərc tələb edəcək. Agile frameworklərindəki dəyişikliklərlə bağlı fərziyyə ondan ibarətdir ki, dəyişikliklər həmişə məqbuldur və nə olursa olsun həmişə müsbət qarşılanır. Həqiqətən də dəyişiklik daha üstün versiya yaradır və bir nöqtəyə qədər məqbuldur. Dəyişikliklər nəyisə düzəltmək zərurəti və ya tələblərin şəffaf şəkildə bildirilməməsi səbəbindən baş verdikdə, onu etmək çox baha başa gəlir. Seçdiyiniz çərçivədən asılı olmayaraq, backlogda qalanlar, dəyərli hesab edilənlər və müştəri ilə rəylərdə hansı məlumatların müəyyən edilməsi arasında davamlı əks əlaqə var. Dəyişiklik formal dəyişiklik nəzarətinə ehtiyacı olmadan tez və iterativ şəkildə idarə olunur. Agile mühitdə dəyişikliklərə nəzarət müəyyən mənada formaldır, çünki nəzərdən keçirmə və planlaşdırma vaxt çərçivəsinə əsasən aparılıb və rabitə şəffaf və daimidir. Fərq ondadır ki, təşkilati prosesiniz dəyişikliklər üçün formal sistem tələb etmirsə, Agile layihəsi dəyişiklik sorğusunun işlənməsi mərhələlərindən keçməli və sonra onu rəsmi olaraq təsdiq mərhələsinə göndərməli deyil. Səhvlər, qüsurlar və ya nəticədəki problemlər səbəbindən baş verən dəyişikliklər var. Bir qüsuru və ya problemi müəyyən etmək nə qədər uzun çəksə, həm vaxt, həm də pul baxımından onu düzəltmək bir o qədər baha başa gələcək. Digər bir mülahizə odur ki, bir xüsusiyyət yaratmaq üçün bir neçə iterasiya tələb olunduğu böyük agile layihələrində problemlərin dəqiq yeri iterasiyadan iterasiyaya qədər daha az aydın ola bilər. Tələblər başlanğıcda daha böyük həcmli ola bilər və sonra zaman keçdikcə və daha çox məlumat əldə edildikdə kiçik həcmlərdə ola bilər. Böyük duz parçasını düşünün, duz üyüdən qabda təsəvvür edin. Siz bilirsiniz ki, bu duzdur, amma iri həcmli olduğundan ərzaqlarınızda istifadə edə bilmirsiniz. Onu əlavə addımlardan keçirib üyüdərək istifadə edirsiniz. Eyni şeydə tələblər üzərində baş verir. İri həcmli tələblər, onun icrası bir neçə iterasiya çəkə bilər və bu da nəzarətə əngəl yarada bilər. Ona görə də onu kiçik user storylərə, yəni kiçik bir feature-ı yaradan user storylərə bölüb icra etmək daha asan başa gəlir və həmçinin də bu riskləri azaldır. Yuvarlanan dalğa planlaması var. Digər tərəfdən yuvarlanan dalğanın planlaşdırılması növbəti məlumat dalğasının daxil olmasını gözləyir və məlumat aydınlaşdıqca planlarımızı iterativ xarakterdə yeniləmək üçün bu strategiyadan istifadə edirik. Yayılan dalğa planlaşdırma strategiyasından istifadə bir neçə dəfə yenidən planlaşdırma modelini özündə birləşdirir və bu planları birləşdirmək üçün son məhsul ana qədər gözləmək lazımdır. İnformasiya dalğaları daxil olduqda biz buna uyğun olaraq planlaşdıra bilərik. Planlama proqressiv və dalğavari edildiyi üçün komandanın birləşmə xəttini görməsi çətindir. Əksər hallarda buna görə ağır sənədləşmələr Agile-da həyata keçirilmir. Təsəvvür edin, geniş həcmli təsdiqlənmiş plan hazırlayırsınız və hər kəs yekun işin nə olacağını görür
və dəyişikliklər səbəbindən yekunda iş xeyli fərqlənir. Bu da göstərir ki, Agile-da əvvəlcədən iri həcmli planlamaya ehtiyac yoxdur. Əksinə, Agile komandaları təhlilin nəticələrinə əsasən görüləcək işlər üçün dəyər əsaslı analiz, strategiya və plandan istifadə edirlər. Burada əsas məsələ kimsə işi səhv edəndə, tələbləri başa düşməyəndə və ya artımda qüsurlar yaradanda meydana çıxır. Bu və ya bir çox başqa səbəblər xərclərin artmasına təsir edən amillərdir. Məsələn, məhsulun keyfiyyətinin təmin olunduğundan əmin olmaq üçün qabaqlayıcı tədbir ola bilər. Bu keyfiyyətin dəyəri hesab edilir. Burada işləyən bir increment yaratmaq və ya qüsurları təmir etmək üçün pul xərclənir. Development komandası işləyən ən sadə şeyi etməyə cəhd edə bilər. Bir qüsur yarandığında və zamanında aşkarlanmadıqda bu qüsuru düzəltmənin xərci onu ilk dəfədə doğru şəkildə hazırlamaq üçün ayrılan büdcədən daha çox olacaqdır. Defektlərin sürətli aşkarlanması daha az xərclə aradan qaldırılması deməkdir. Bunun səbəbi tək bir qüsurun üzərinə əlavə bir iş görməyin problemi daha qarmaqarışıq hala gətirməsidir. Bu ona bənzəyir ki, Excel sheetdə bir xəta edirsiniz və bu geri qalanları da səhvə sürükləyir. Siz xeyli sayda məlumat əlavə edənə qədər bu xətadan xəbərsiz olsunuz və sonra xətanı tapıb aradan qaldırmaq xeyli zaman istehlakına başa gəlir. Əgər siz ciddi şəkildə layihə üzərində dəyişikliklərin pula təsirinə nəzər yetirsəniz, istər bu defektlərin təsiri və ya istiqaməti dəyişmək olsun, gələcək iterasiyalarda bunu etmək daha xərcli ola bilər. Technical debt, texniki borc, proqramlaşdırma sahəsində bir proqramlaşdırma komandasının ən yaxşı ümumi həlli başdan tətbiq etməyə çalışmaq yerinə qısa vadədə həll tətbiq etməsi asan kod yazmasıdır. Düzdür, əksər zaman ən sadə şeyi yaratmaq tezisi doğrudur, amma bu strukturun olmaması demək deyil. Kod qısa müddətdə işləsə və sınaqdan keçsə də, lakin növbəti incrementla yaxşı inteqrasiya edilmədikdə texnoloji borc yarana və layihənin başqa bir nöqtəsində əlavə development işləri yarada bilər. Digər tip borclar kimi texniki borc da qaytarılmazsa faiz hesablaya bilir. Dəyişiklikləri sonra implementasiya etmək çox çətin olur. Bugün işləyib sabah işləməyəcək bir şey əvəzinə iterasiyanın sonunda lazımlı və minimal bir feature istehsal etmək daha yaxşıdır. Əksər hallarda texniki borc pis bir şey deyil və bəzən sonradan daha yaxşı həll yaratmaq və ya nəticədə daha yaxşı keyfiyyət əldə etmək üçün texnoloji borc tələb olunur. Bunu əvvəlcədən bilmək komandaya bugün işləyən ən sadə şeyi yaratmağa imkan verir. Onlar layihədə sonradan həmin borcu qaytarmaq üçün vaxt və enerji sərf etməli olacaqlarını tam bilirlər. Əksər hallarda texniki borc kodun fiksasiyasını və ya düzəldilməsini və ya eyni nəticəni əldə etmək üçün ən yaxşı yolu tapmağı ifadə edir. Başqa tipli layihələrdə technical debt, yəni texniki borc, sənədləşdirmə, testlər və ya kənarda qalıb görünməyən başqa işlər ola bilər. İstənilən halda borcu mümkün olduqca qaytarmaq lazımdır. Komanda iterasiyada görəcəkləri işləri seçdikləri kimi, həmçinin də ödəniləcək hər hansı texnoloji borcu da hesaba qatacaq. Bu sprint planlaması nəzərdə tutulur burada. Komanda texniki borcu aradan qaldırmağa zaman ayırır. Bu prosesi icra etmək refactoring adlanır. Refactoring, tutaq ki, komanda kodun yazılmasında bəzi qısa yollardan istifadə edib, bütün sistem işləməli olduğu kimi işləyə bilər və ya bu mümkün olmaya bilər. Aydındır ki, bu şəkildə işləmək uzun müddətli perspektivdə davamlı olmayacaq. Yenidən qurma, refactoring, xarici davranışlarını dəyişdirmədən mövcud daxili kompüter kodunun yenidən qurulması prosesidir.
Komanda kiçik dəyişikliklər edərək doğruluğundan əmin olmaq üçün nəticəni test edərək və ya kodu bir şəkildə çevirmək üçün yenilənən bir döngüdən istifadə edəcəkdir. Əgər hər hansı bir anda həmin kod sınaqdan keçə bilmirsə, sonuncu kiçik dəyişiklik ləğv edilir və başqa üsulla yenidən cəhd edilir. Extreme Programmingdə inteqrasiya edilmiş test konsepsiyası kodun inkrementin təsdiqinə görə lazımi testlərdən keçdiyinə əmin olmaq üçün çərçivənin bir hissəsidir. Test həmçinin refactoring ehtiyacını göstərə bilər. Testlər adətən əvvəldə yazılır, inkrementin başlanğıcında testlərdən keçə bilməyəcəyi gözlənilir. Keçəndə hazır ola da olmaya da bilər. Testdən keçə bilər, amma orada kodlaşdırmanın daha yaxşı üsulu mümkün ola bilər və ya nəticəni refactoring ilə təkmilləşdirmək üsulu mövcuddur. Adətən test nəticələri qırmızı, yaşıl və refaktor ilə göstərilir. Qırmızı uğursuz, yaşıl uğurlu, refaktor isə update-ə ehtiyac olduğu deməkdir. Xeyli sayda insan var ki, həyatlarında kodlamadan istifadə etməyiblər. Kodlaşdırma dillərindən az məlumatlıdırlar. Amma Agile ilə məşğuldurlar. Məsələn, marketinq şirkətləri, satış, trening və başqaları Agile təcrübə edə bilər. Proqram təminatının işləməsini başa düşmədən refactoring ehtiyacını başa düşmək bu konsepsiyanı gündəlik iş həyatımıza daxil etmək deməkdir. İndi deyək ki, siz makronun müəyyən xana diapazonlarını vurğulanmasını, xananın məzmununun qalınlaşdırılmasını və həmin xanaları sarı rənglə vurğulanmasını istəyirsiniz. Makronu qeyd edərkən siz istədiyiniz xanaları seçirsiniz, onları qalın rənglə yazır və sonra vurğu rəngini seçirsiniz. Bununla belə makronun istədiyiniz kimi işlədiyinə əmin olmaq üçün eyni tapşırığı ardıcıl 3 dəfə etsəniz nə olar? Bu şəkildə davam etmək ümumiyyətlə sərfəlidirmi? Əlbəttə, son nəticə istədiyiniz nəticədir. Lakin indi kod daha qarışıqdır və makro prosesdə 3 dəfə dövr edir. Nəticə hələ də eynidir. Seçin, qalınlaşdırın və vurğulayın. Lakin proses o qədər də səmərəli deyil. 2 seçiminiz var. Makronu silib yenidən yaza bilərsiniz və ya kodu istədiyiniz şəkildə dəyişdirə bilərsiniz. Böyük, mürəkkəb makrolarda silmək və yenidən yazmaq daha çox vaxt apara bilər və bu məhsuldarlığınıza təsir göstərə bilər. Və ya sadəcə Visual Basic Application-ı aça və kodun dilində qalan 2 nümunəni silə bilərsiniz. Siz hətta kodu lazım olduqda uyğunlaşdıra bilərsiniz. Sadəcə olaraq onu istədiyinizə çevirmək üçün kiçik bir dəyişikliklərdən istifadə edərək kodu refaktorlaşdırırsınız. Əlavə texniki borc yaranmaması üçün kodun üzərində refaktoring müntəzəm olaraq aparılmalıdır. Uzun kod sətirlərini tamamilə silmək və sıfırdan başlamaq çox cəsarət tələb edir, həm də vaxt aparan və baha başa gəlir. Çox vaxt refaktoring kiçik miqyasda baş verir, geri qayıdıb əvvəldən başlamaq yerinə getdiyiniz zaman kiçik elementləri düzəldir. Praktiki olaraq refaktoring ayrı-ayrılıqda həyata keçirilir. İstənilən halda ya davam edən və ya tamamlanan işə qayıdırsınız. Bu təkrarlamanın planlaşdırılması zamanı qəbul edilməli olan bir qərardır. Ona görə də refaktoring tapşırıqlarını yerinə yetirmək üçün vaxt var. Bir çox tərtibatçılar bəzi şeylərin yenidən qurulmasının dəyərini görürlər və digər tərtibatçılar üçün narahatlıq yarana bilər ki, əgər onlar bir aspekti yeniləsələr və ya sadələşdirsələr, başqa yerdə başqa bir hissəsini poza bilərlər. Bir çox Agile frameworklərin kollektiv kod sahibliyi fəlsəfəsi var. Collective Code Ownership, yəni komandadakı hər kəs refaktoringin zəruri olduğuna qərar verə bilər və gələcəkdə kodu idarə etməyi asanlaşdıra, daha təmiz, yığcam və səmərəli etməyə çalışa bilər. Xərc artımının ən böyük səbəbkarları aşkar qüsurlardır, yəni həddindən artıq texniki borc, büdcəyə və nəticəyə təsir edən risk hadisələri,
Bunlar xərclərin artmasına səbəb olur. Komanda qrafik xəttinə nəzərən öndə olsa və müntəzəm olaraq refaktor etmək, aşkar edildikdə qüsurları təmir etmək və texniki tərəfdən borcun miqdarını azaltmaq üçün vaxt ayırsa, ümumi xərclərə təsiri o qədər də böyük olmayacaq və beləliklə hər şeyi mümkün qədər büdcə daxilində saxlayacaq. Dəfəqlərin aşkarlanması, əgər nöqsanlar xərc artımının ən böyük səbəbkarlarından biridirsə, onlar artımın, yəni inkrementin bitmiş və tətbiq oluna bilən kimi qəbul edilməməsinin ən böyük səbəblərindən biridir. Baxmayaraq ki, qüsurlar olur, bu insan səhvi, mexanizmlərin nasazlığı, zəif proseslər, prosesin zəif yerinə yetirilməsi və həmçinin gözlənilməz sürprizlər ola bilər. İstənilən halda bir qüsuru nə qədər tez aşkarlasanız və onu aradan qaldırsanız, o qədər qüsursuz yola davam edirsiniz. Bunu demək etməkdən daha asandır. Məsələn, xəbərlərdə gördüyünüz geri çağırışlardan əziyyət çəkən hər hansı bir şirkət haqqında düşünək. Qüsurları düzəltmək üçün nəinki milyonlarla dollar itirirlər, həm də bütün xəbərlərə yayılırlar, ehtiyatları kəskin şəkildə azalır və istehlakçılar bu məhsulu tezliklə satın almadan əvvəl 2 dəfə düşünəcəklər. Bu vəziyyətlərin qarşısını almaq üçün ən müasir texnologiyadan istifadə edərək işə nəzarət edən məsul şəxslər var. Qüsurların səbəbi 2 kateqoriyaya bölünür. Ümumi və xüsusi səbəblər. Bəzi təşkilatlar məhsulu və ya xidmətə hazırlayandan sonra qüsurları araşdırıb təkmilləşdirmələr üzərində işləyirlər. Öncədən statistik keyfiyyət kontrolunu tətbiq etmək sənaye əsrinin ən yaxşı təcrübələrindəndir. Bu zaman qüsurlar çeşidlənir və assignable və chance kimi 2 hissəyə bölünür, yəni təyin edilə bilən və şans. Təyin edilə bilən qüsur odur ki, siz birbaşa onu göstərə bilirsiniz. Bu, ümumi səbəblərin içində yer alır. Şans səbəbləri isə təsadüfi yaranan qüsurlardır, sürpriz bir şəkildə baş verir və xüsusi səbəblər kateqoriyasına aiddir. Layihədə yaranan defektləri aradan qaldırmaq üçün continuous improvement, davamlı təkmilləşdirmələrin plan, do, check, act döngüsündən istifadə edilir. Ümumi səbəblər həmişə təbii nümunələrə istinad edir. Buraya qüsurların əsas səbəbkarları və yaradıcısı kimi müəyyən edə biləcəyimiz və göstərə biləcəyimiz məsələlər daxildir. Ümumi səbəblər haqqında yaxşı xəbər ondan ibarətdir ki, biz onlardan xəbərdarıq və adətən onları düzəltmək üçün bir növ həll yolumuz var. Tipik olaraq bu ümumi səbəblər müəyyən səviyyədə proqnozlaşdırıla bilir, çünki onların layihələrimizə fəal şəkildə təsiri var. Nə gözləndiyi bilinir və bu sənədləşdirilir. Bunlar sizin layihənizə təsir edəcək səbəblərdir və onları həll etməyə başlayırsınız. Ümumi səbəblərə aydın şəkildə müəyyən edilmiş prosedurların olmaması, keyfiyyətsiz dizayn, idarə etmədə insan səhvləri, keyfiyyətsiz nəzarət funksiyaları və ya qeyri-adekvat yoxlamalar daxil ola bilər. Əgər siz kompüterinizin qarşısında oturarkən onu işə salandan sonra lazım olduğundan daha uzun müddət gözləmə rejimində olduğunu görürsünüzsə və istifadə etdiyiniz proqramları işə sala bilmirsinizsə, bu ümumi səbəbdir, bu bezdiricidir, lakin qeyri-adi deyil. Yəni, kompüterdə texniki problemin yaranması gözlənilən bir şeydir. Mütəmadi olaraq layihənizə bir maneə yaradan, lakin nə vaxtsa baş verməsi gözlənilən, ağlınıza gələn hər şey ümumi səbəb adlandırmaq olar. Xüsusi səbəblər var. Xüsusi səbəblərə məsuliyyətsiz nəzarətçilər, keyfiyyətsiz xammal, hətta kompüterinizdə gözlənmədiyi halda çıxan problemlər aid ola bilər. Xüsusi səbəblər tarixi təcrübə normalarından kənarda baş verir, yəni həmin səbəblər əksər zaman ilk baş verir. Məsələn, nəyinsə əvvəlcədən doğru quraşdırılmaması, yeniləməyə ehtiyacı olan sistemin diqqətdən kənarda qalması və ya əksər hallarda tamamilə yeni bir problem.
Xüsusi səbəblərin qarşısının alınmasının yeganə yolu gələcəkdə məhsulun işləməsini tez-tez nəzərdən keçirməkdir. Bütün proses, məhsul, xidmətlər üzərində yoxlamaları, nəzarəti, testləri həyata keçirmək və təkmilləşdirmələri etmək lazımdır. Yoxlamalar, nəzərdən keçirmələr və ya sınaqlar tez-tez həyata keçirilməlidir və təkmilləşdirmələri ümumi proseslərə və məhsullara, xidmətlərə daxil etmək lazımdır. Bu risklərə səbəb olan sürprizləri azaldır, qüsurlar və xərc artımının qarşısını alır və komanda həvəsinin aşağı düşməsinə icazə vermir. Xüsusi bir səbəb baş verdikdə siz yeni məlumatlarla yeni silahlanmış və problemin kök səbəbini həll edə bilərsiniz. Bunun yenidən baş vermə ehtimalını azalda bilərsiniz. Risk menecment, risklərin idarə edilməsi, layihəniz və ya təşkilatınız üçün təhlükə yarada biləcək hər bir şeyi bilməli və planlaşdırmalısınız. Çətin hissə o nöqtəyə çatır ki, siz analiz, iflic rejiminə girmədən müəyyən ehtimal və müəyyən təsirlər daşıyan risk hadisələrini müəyyən edə bilməlisiniz. Riskin olduğu yerdə 3 qeyri-müəyyənlik səviyyəsi var. Məlumat səviyyəsi ilkidir. Hər bir layihə idarəsində var. Naməlum səviyyə var. Həmişə sürprizdir və məlum səviyyə var. Sonuncu çox vaxt işlədiyimiz səviyyədir. Ehtimal və təsirin olduğunu bilirsiniz, lakin riskin həqiqətən də baş verib verməyəcəyi və hadisə ilə bağlı fərziyyələrinizdə düzgün olub olmadığı bilinmir. Bir çox waterfall layihələri risk tərəfi ilə yanaşı fürsət tərəfinə də diqqət yetirir. Bunun səbəbi çox şeyin əvvəlcədən planlaşdırıldığı və layihələrin daha uzun sürməsidir. Loru dillə desək, agile çərçivədə gələcək haqqında xəyal qurmaq üçün çox vaxt yoxdur. Diqqət burada və indidir və layihənin gələcəyə necə təsir edəcəyi zamanla ortaya çıxacaq. Əgər optimistsinizsə, reallıq budur ki, agile layihələrində müştəri və ya məhsul sahibi ilə tez-tez qarşılıqlı əlaqə, rəylər və planlaşdırma görüşləri sayəsində imkanlar müntəzəm olaraq özünü göstərir. Agile və waterfall mühitlərində təhlükə və mübahisəli məsələlər qısa və uzun müddətlərdə layihəyə təsir edir. Məlum-naməlum təhlükə hadisəsi bütün iterasiya və ya layihənin dayandırılmasına da səbəb ola bilər. Bəzi hallarda risklərin qiymətləndirilməsi zamanı hətta təhlükənin dəyərinin layihənin dəyərindən çox olduğu müəyyən edilə bilər. Əgər belə olarsa, layihə sürətlə uğursuzluğa düçar olacaq. Bu o deməkdir ki, layihə gedişatında tıxac yaranır, çünki irəliləmək çox riskli və ya bahalıdır. Həmçinin sifarişçilərin risklərə dözüm səviyyəsini bilməyiniz də vacibdir. Komandanız bir sistemə sahib olduqdan sonra məqsəd layihə və ya iterasiya səviyyəsində riski baş verəndən sonra deyil, baş verməmişdən əvvəl sistematik şəkildə azaltmaq və ya aradan qaldırmaqdır. Ən pis halda bir cavab üzərində işləməli və risk baş verdikdə onu həyata keçirməli və bunun işləyəcəyinə ümid etməli olacaqsınız. Əks halda riski başlamadan dayandırmağa çalışmaq ən yaxşı təcrübədir. Problemlər isə fərqinə vardığınız, həmçinin baş vermiş, amma öncədən görə bilmədiyiniz risklərdir. Ümumiyyətlə, problemlər tam əhatəli risk hadisəsindən daha az təsirlidir. Problemlə risk arasında fərqə baxanda, burada risk məhsulunuzda böyük bir qüsurun olması, problem isə hər hansı bir əməkdaşlarınızın xəstələnməsi və vacib işi yerinə yetirməli olduğu halda işdə olmamasıdır. Siz hər iki vəziyyətlə məşğul olmalısınız və hər ikisi layihəyə təsir edir. Lakin açıq-aydın böyük bir qüsur, böyük təsirə malikdir. Nəinki xəstə işçilərin işdə olmaması. Spike'lar var, keçidlər, ani yüksəlmələr. Layihəni yerinə yetirərkən strategiyanı sübut etmək və riskləri azaltmaq üçün iki tip spike'lar, keçidlər var. Arxitektural keçidlər və risk əsaslı keçidlər. Arxitektural keçid Extreme Programming çərçivəsində əsasən iterasiyalar arasında
texniki problemlərdən yaranan riskləri aradan qaldırmaq üçün yaradılıb. Bu xüsusilə proqramçılar istifadəçi hekayəsinin necə işləyəcəklərinə tam əmin olmadıqda və ya innovativ texnologiya ilə işlədikdə planlaşdırdıqları istiqamətin işləyəcəyini sübut etməli olduqları zaman doğrudur. Spike həmçinin istifadəçi hekayəsinin təxmininin etibarlılığını artırır. Spike'lar hər iterasiyada baş verməyəcək və bəzən məhsul sahibini bir spike yerinə yetirmək üçün vaxt və səy sərf etməyin lazım olduğuna inandırmaq lazımdır. Yəni developer buna inandırmalıdır ki, spike üçün o sprint planlamasında zaman ayırsın və həmin spike'da nəzərdə tutulan iş yerinə yetirilsin. Nə olursa olsun bir spike'ın nə qədər davam edəcəyi və hədəflərinin nə olacağı qrup qərarıdır. Həm məhsul sahibi, həm də komanda bir spike baş verməzdən əvvəl bu dəyişən vaxt və məqsədlər barədə razılığa gəlməlidir. Keçidləri icra etmək üçün bütün komanda işə sərf edilmir. Adətən spike'lar üzərində komandanın 2 üzvü birlikdə işləyir, qalan üzvlər öz işləri ilə məşğul olur. Keçidin müddəti tipik olaraq 4 saatdan 8 saata qədərdir. Burada bir haşiyəyə çıxım ki, mən spike'ı keçid kimi tərcümə etmişəm. Bütün iterasiyanı əhatə etmir spike'lar. Bu spike sonda tam bir həllə nail olmaya bilər, ancaq ən azından daha çox bilgi və cəhd etmək üçün bir strategiya olur və ya nəticə bir konsepsiya sübutunu ehtiva edə bilər. Spike bilirsiniz əsasən nə üçün tətbiq olunur? Məsələn, biz user storyləri dan edərkən və yaxud user storylər üzərində işləyərkən hansısa bir bilgi çatışmamazlığı və yaxud texnologiyanın yeni bir sahəsini ki, ora tətbiq etməliyik, amma hələ ki o sahə üzrə biliklərimiz mümkün deyil və yaxud o sahə üzrə hansısa bir toollar alınmalıdır və həmin user storylər gözləməlidir və həmin user storylər gözləyəndən sonra yenidən nə zaman ki artıq biz onu dan etmək qabiliyyətindəyik, product owner'a, yəni developerlar nə zaman ki onu dan etmək qabiliyyətindədir, product owner'a müraciət edirlər, həmin spike'ı artıq sprintə keçirdirlər, yəni planlamaya salırlar. Spike hekayə və ya araşdırmanın nələri əhatə edəcəyi ilə bağlı daha yaxşı proqnozlara səbəb ola bilər və həmçinin tədqiqata təsir edə biləcək potensial risk hadisələrini yaxından izləməyə kömək edə bilər. Risk əsaslı spike'lar var. Bu keçidlər iterasiyada riskləri aradan qaldırmaq və ya azaltmaq üçün yaradılan və dizayn edilən xüsusi istifadəçi hekayələridir. Risk komandanın texnologiyanı və ya istiqaməti başa düşməməsindən irəli gələ bilər və bu naməlumlar riski yarada bilər. Risk epikdən tutmuş istifadəçi hekayəsinə qədər istənilən səviyyədə yaşanıla bilər və çox vaxt potensial riskləri və ya qeyri-müəyyənliyi qiymətləndirmək üçün qərar gecikmələri olur. Tipik olaraq bu qərar gecikmələri riskləri azaltmaq, dəyişikliklərə uyğunlaşmaq və ən müasir məlumatlara əsaslanan həllərin həyata keçirilməsi və ya böyük tələblərin hissələrə ayrılmış səviyyəyə çatdırılmasına əsaslanan həllərin həyata keçirilməsi üçün son məhsul ana qədər təxirə salınan icra qərarları və ya xüsusi məhsul təfərrüatı ilə bağlıdır. Əgər keçid ciddi risk hadisəsini aradan qaldıra bilmirsə və təsirin azaldılması üsulları işləmirsə, o zaman layihə sürətli uğursuzluq rejiminə keçə bilər. Spike'ları istənilən layihənin idarə edilməsi çərçivəsində riski azaltma texnikası kimi düşünə bilərsiniz. Riskin həlli vaxt tələb edir və cavabın həyata keçirilməsi səylər tələb edir və komanda iterasiyanı planlaşdırdıqda bu dəyişikliklərə uyğunlaşmadan risk mürəkkəbləşəcək və idarə olunmayacaq. Riskə uyğunlaşdırılmış backlog, risklərin və problemlərin erkən və tez-tez müəyyən edilməsi komandaya ilk növbədə qarşısını almaq və ya azaltmaq üçün riskləri prioritetləşdirməyə kömək edə bilər. Bu backlogda qalan
yəni hər hansı digər hekayənin prioritetləşdirilməsi kimi risklərin prioritetinin müəyyən edilməsi prosesidir. Bu prioritetin böyük hissəsi baş vermə ehtimalına və əhatə dairəsinə və cədvələ maliyyə təsirinə əsaslanır. Hazırda sübuta yetirilməsi mümkün olmayan bir şeyə necə üstünlük verə bilərik? Müəyyən edilmiş risklərə qiymət etiketi tətbiq etmək üçün ekspert mülahizəsindən və gözlənilən pul dəyəri expected monetary value-dan istifadə edə bilərsiniz. Gözlənilən pul qiymət etiketinə və qiymətləndirilmiş təsirə əsaslanaraq komandanız daha sonra prioriteti daha dəqiq müəyyən edə bilər. Mən bunu obyektiv-subyektiv təhlil kimi qəbul edirəm və nədənsə riyaziyyat və pulu bir fərziyyə ilə bağladığınız zaman yüksək vəzifəlilər sizə daha çox inanmağa meyillidirlər. Bu heyrətamiz müşahidə dəfələrlə sübut edilmişdir. Maliyyə təsiri nə qədər böyükdürsə, risk hadisəsinin və risk reaksiyası da o qədər prioritetdir. Bu, backlogdakı işlərin müdaxilələrə və ya təsirin azaldılması strategiyalarına uyğunlaşdırıla biləcəyini ifadə edəcək. Bəzi risklər uzun müddətli, bəziləri isə qısa müddətlidir. Birinci iterasiyada uzun müddətli riski həll etmək üçün onu həqiqi mənbəyində yox edib, tamam qarşısını almadığınız müddətcə işləməyiniz çətin olur. Əksər risk müəyyən edilməsi və onun ehtimalı və təsirinin qiymətləndirilməsinin çox hissəsi həyata keçirilməli olan həllin vaxtı ilə əlaqəli olacaqdır. Bu özü də həmişə olmasa da risklə yanaşı riskdir. Əlavə olaraq maksimum pozitiv təsir üçün reaksiyaların xüsusiyyətlərlə birlikdə prioritetləşdirilməsi lazımdır. Gözlənilən pul dəyəri metodu subyektiv məlumatlara obyektiv təhlil tətbiq etməyə imkan verir. Düstur, ehtimal və təsir əsasında təhdidlərin və fərziyyələrin orta nəticəsini hesablayır. Təhdidlərin pula və yaxud vaxta başa gəlməsi məntiqlidir, lakin hələ nə qədərini görmək lazımdır. Edə biləcəyiniz tək şey təsiri 100% qiymətləndirmək və sonra baş vermə ehtimalına əsaslanaraq risk üçün qiymət etiketinin indi nə olduğunu müəyyən etməkdir. Bu proses komandaya risklərin geridə qalmasını müvafiq qaydada tənzimləməyə imkan verəcək və bu prioritetləşdirməni müəyyən etməyə kömək edəcək. Gözlənilən pul dəyəri üçün çox sadə düstur var və bu təsirə görə çoxalma ehtimalıdır. Ehtimal bu halda faizlə təmsil olunur və təsir pul baxımındandır. Lakin lazım gələrsə vaxtdan da istifadə edə bilərsiniz. Sizin komandanız həmçinin başqa bir qiymətləndirmə sistemindən istifadə etmək və layihə başlamazdan əvvəl bunun nə olduğunu əvvəlcədən müəyyən etmək qərarına gələ bilər. Bir çox agile komanda ehtimalı və təsiri qiymətləndirmək üçün 1-5 miqyaslı sistemdən istifadə etməyi üstün tutur. Ehtimalı təsirə görə çoxaltdığınız zaman siz yenə də prioriteti həll etməyə kömək edə biləcək genişlənə bilən qiymətləndirmə sistemi əldə edirsiniz. Siz gözlənilən pul dəyərini hesablayır və büdcəyə əlavə etmək üçün öncə daha əvvəlki proqnozlar əsasında hərəkət edə bilərsiniz. Məsələn, sizin vendor 100.000 manatlıq xidmət göstərəcək. Keçmişə nəzərən gec çatdırılma 30% olur. Gec çatdırılmanın maksimum dəyəri isə 15.000 manatdır. Bu zaman gözlənilən pul dəyəri 15.000 manatın 30%-ə hasili deməkdir. Yəni 4.500 manat. Total büdcə isə o zaman 100.000 manatın üzərinə 4.500 manat gəldiyimiz olur və yekun nəticə 104.500 manat olur. Layihə İdarə Etmə İnstitutunun layihə risk idarə etməsi üçün təcrübə standartlarına müvafiq olaraq 3 təklif siyahısı var. Hər bir siyahı komandanın güclü və zəif tərəfləri yerinə müəyyən kateqoriyalar üzərində beyin fırtınası aparmağa sövq edir. Burada Pestle var, Tekov var, Spectrum var. Komandanız üçün ən işə yarayan siyahı üzərində işlədikləri layihə növünə bağlıdır.
Bir çox Agile layihəsi daha geniş spektri əhatə etdiyi üçün spektrum qısaltmasından ən çox faydalanır. Agile siyahılar diskusiyaya diqqət yetirmək və müəyyən etdiyiniz riskləri etiketləmək üçün bir yoldur. Political, economic, social, technological, legal, environmental. TECOP'un açıqlaması technical, environmental, commercial, operational, political. Spectrum'un açıqlaması socio-cultural, political, economic, competitive, technology, regularity, legal, uncertainty, risk. Risklərin müntəzəm olaraq müəyyən etməyin ən yaxşı yollarından biri günlük stand-up toplantılarıdır. Bu gün yolunuzda hansı maneələrin olduğunu soruşmaq, yoldakı potensial maneələrin müəyyən etmək üçün çox vacibdir. Bu 15 dəqiqəlik görüşdə problem həll olmasa belə, komanda problemdən xəbərdar olur və onun həlli üzərində birlikdə çalışır. Waterfall'a baxsaq, SWOT adı verilən başqa bir beyin fırtınası var. Burada strength, weakness, opportunity və threats sözlərinin birləşməsindən yaranıb bu abreviatura. Məqsəd müəyyən proqramlaşdırma səylərinin niyə uğursuz olduğunu müəyyən etmək, eləcə də təşkilatların gələcək planlaşdırma səylərinə kömək etməkdir. Bu gün SWOT ən çox risklərin qiymətləndirilməsi üçün istifadə olunur və bu çox məşhur beyin fırtınası üsuludur. SWOT-u ekranda görə bilərsiniz. Bundan beyin fırtınası texnikası kimi istifadə etməyin açarı hər bir kvadrant üzərində fərqli olaraq diqqəti cəmləməkdir. Gücü müəyyən etmək üçün hazırda nəyimiz var? Yaxşı müştəri bazamız, əla məhsulumuz və ya tamamilə yeni bir məhsulumuz varmı? Suallarına cavab vermək lazımdır. Zəiflik üçün isə hazırda zəifliyimiz necədir? Zaman yoxsa pul kifayət etmir? Aradan qaldırılması üçün gözləyən çox qüsurlarımız varmı? Suallarını cavablayırıq. Fürsətlər əlbəttə sabaha imkan yaratmaq üçün istifadə etdiyimiz elementlərdir. Zəifliklər isə gələcəkdə təhdid yarada biləcəkləri üçün diqqət etməyimiz lazım olan ünsürlərdir. Bəs fürsətlərdən istifadə etməsək, gələcəkdə təhlükə yarada bilərikmi? Əksinə, bugün zəiflikləri və çətinlikləri aradan qaldırsaq və gələcək üçün potensial olaraq bir fürsət yaratsaq nə olacaq? Bu baş verə biləcək subyektlərin təhlilinə yönəldilib ki, hər halda bunu planlaşdıra bilək. Bu həm də komandanızı biraz daha dərinləşdirməyə və risk hadisələrinin baş verməzdən əvvəl qarşısını almağa kömək etmək üçün əla bir yoldur. Mitigation, azaltma, risk reaksiyaları üçün müəyyən edilmiş bir sözdür. Risk responsları üçün həmçinin ehtiyatsızlıq sözündən də tez-tez istifadə edilir. Risklərə və problemlərə səbəb olan məsələləri araşdırmaq üçün 5 niyə sualına cavab axtara bilərik. Məsələn, biz bir database ilə bağlı riski araşdırırıqsa, niyə bizim database ilə bağlı narahatlığımız var? Niyə biz bu riskin cari layihəmizdə olduğunu müəyyən etdik? Niyə məlumat sızması risk altındadır? Cari giriş nəzarətimiz niyə kifayət deyil? Niyə biz bunun üçün digər verilənlər bazası idarə etmək vasitələrini araşdırmamışıq? Bu suallara cavab verməmək, müəyyən edilməmiş dərin səbəblərin gizli qalması deməkdir. Beləliklə, komanda işi yerinə yetirməyə başlayır. Bu zaman siz ikinci dərəcəli risk və ya qalıq riski yaradırsınız. Qalıq risk bir həll tətbiq etdikdən sonra qalan riskdir, hamısını əhatə etmir. Qalan risk ümumiyyətlə qəbul edilə biləcək səviyyədə deyildir və geridə qalan riski azaltmaq üçün bir növ müvəqqəti həllə ehtiyacınız olacaqdır. Bəs riskləri necə sənədləşdirə bilərik? Azalma effektimizi necə göstərə bilərik? Agile-da sənədləşdirmədən çox məlumatlar görünən, ön planda və mərkəzdə olacaq. Bunun üçün risk burn-down qrafikləri istifadə edilir. Agile mühitində əksər diaqram və qrafiklər kommunikasiyanı şəffaf saxlamaq üçün istifadə edilir.
Riskin məlumatlandırılması heç də fərqli deyil və əslində sürətiniz, hekayə nöqtələriniz və Kanban lövhələriniz də daxil olmaqla digər layihə statistikalarınızı ön və mərkəzdə saxlamaq qədər vacibdir. Bu diaqram və qrafiklərin əcəl mühitində geniş istifadəsi şəffaflıqdan başqa azaltma səylərinizi təqib etməkdir. Bu qrafiklər effektiv və şəffaf şəkildə göstərir ki, sizin təsir azaltma və ya ehtiyat strategiyalarınızla etdiyiniz işlər riskin ehtimalını və təsirini azaldır, onu tamamilə aradan qaldırır və ya ümumiyyətlə yaxşı idarə etmir. Ehtiyacdan asılı olaraq burn down qrafiki olduqca sadə və ya çox dərin ola bilər. Tipik risk burn down qrafiki layihənin riskə məruz qalmasını və sizin riskə qarşı tətbiq etdiyiniz həllin işləyib işləmədiyindən asılı olaraq risk trayektoriyasının geniş və ya dar olduğunu əks etdirir. Hədəf qrafikin göstəricilərinin getdikcə aşağı yönəlməsidir. Bu səylərinizin layihədəki riskləri tədricən azaltdığını göstərir. Hər bir iterasiyada yeni risklər müəyyən edilə bilər. Risk əsaslı keçidlər hekayələrə təxminlər verməyə, konsepsiyanın sübutuna və ya sadəcə olaraq risk hadisələrini aradan qaldırmağa və ya azaltmağa kömək edir. Bu səyləri daim diqqətdə saxlamağın məqsədi risk göstəricilərinin aşağı endiyini gördükdə motivasiya yaranmasıdır. Əksər müəssisələrdə zaman puldan daha dəyərli hesab edilir. Hansı məhdudiyyət daha vacibdirsə, riskinizi azaltma cədvəlinizi necə qurmağınıza səbəb ola bilər. Burada ehtimal faizinizin təsirə hasili formulu doğrudur. Ancaq zamanla bağlı vəziyyətlər xaric. Bu vəziyyətlərdə riskin %100 baş verməsi halında itirəcəyiniz toplam zaman miqdarı və dəyərləndirilən ehtimal faizi olacaqdır. Burn-up qrafiki zamanla tamamlanmış işlərlə ümumi əhatə dairəsini müqayisə edərək layihənin gedişatını izləmək üçün istifadə olunur. Bir xətt əhatə dairəsi, digəri isə tamamlanan işdir. Həmçinin əhatə dairəsi dəyişikliklərini izləməyə kömək edə bilər. Burn-down diaqramları vaxt qrafiki ilə nə qədər işin qaldığını müqayisə edir və komandaya işi nə vaxt başa çatdıracaqlarını təxmin etməyə kömək edir. Risk burn-down qrafikləri zaman içində riskə məruz qalmasını əks etdirir. Ekranda görə bilərsiniz bunu. Risk azaldıqca xətlər aşağıya doğru yönəlir. Əksi olarsa komandanın riski azaltması üçün zamana ehtiyacı olacaqdır. Bununla bu mövzunu yekunlaşdırıram. Kanalı izləməyə davam edin. İzlədiyiniz üçün təşəkkür edirəm.